Uşaqların normal inkişafını təmin etmək üçün onlar yaşlarına uyğun, düzgün və rasional şəkildə qidalandırılmalıdır. Sağlam qida rasionunun təşkili ilə yanaşı, qidalanma vərdişləri də uşaqların sağlam böyüməsi üçün vacib məsələlərdən biridir. Belə ki, ətraf mühit də uşaqların qidalanma vərdişlərinin formalaşmasına təsir göstərir. Qidalanma zamanı uşaqları düzgün olmayan vərdişlərdən uzaq tutmaq və onların diqqətini qidaya yönləndirmək lazımdır. Qidalanma zamanı qaçmaq və ya oynamaq qidanın nəfəs borusuna gedərək boğulma ehtimalını yaratması səbəbilə uşağın oturmuş halda olmasına əmin olmaq lazımdır. Yemək vaxtını mümkün qədər xoş keçirmək və uşaqları qidalanmaya məcbur etməmək lazımdır. Çünki məcburiyyət həddindən artıq qidalanmaya səbəb ola bilər ki, bu halda uşaqların kökəlməsinə gətirib çıxara bilər. Qeyd edək ki, sağlam qidalanma ilə yanaşı uşaqlar gündəlik fiziki fəaliyyətə də təşviq olunmalıdır. Unutmayaq ki, uşaqların normal inkişafı üçün anadan olandan sonra ilk 2 il ərzində ana südü ilə qidalanması onları xəstəliklərdən qoruyur.